Bəzən uşaqlıq daxili törəməli olur. Bunlara submukoz miyomalar deyilir. Submukoz miyomaların əsas xüsusiyyəti uşaqlıq qanaxmaların verməsidir. Bəzən deyilir ki, submukoz miyomaları olduğuna görə qanaxma olduğuna uşaqlığı saxlamaq mümkün olmur. Əslində, reproduktiv yaş dövründə qadınların çalışmaq lazım uşaqlıq saxlaması əsaslı səbəb olsun ki, uşaqlığı götürülsün. Burada səhv fikirdir. Yəni, submukoz miyomaya görə qanaxma versə belə götürülməsi uşaqlığın düzgün deyil. Burada əsas köməyə gələn vasitə gistezektoskopiyadır. Gistezektoskopiya ilə daxili şişin ölçüləri ədəbiyyatda 3 yazılır. 4 cm olsa da belə götürülməsi mümkün olur. Orqan saxlayıcı bir əməliyyat olaraq uşaqlığı saxlamaq şərti ilə şiş götürülür və yeri yandırılır və koagulyasiya olunur və uşaqlıq tam şəkildə saxlanmış olur.